Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Siz də maşın almaq, satmaq istəyirsinizsə, buyurub Bərdə Maşın Bazarına gələ bilərsiniz. İndi isə keçək maşınların qiymətləri ilə maraqlanaq. Qardaş, Allah xeyir versin. Çox sağ ol qardaş, var ol. 07 maşını. Bəli. Buyurun, məlumat verin. Bilək, necə maşındır maşınımız? Maşın ideal vəziyyətdə olan bir maşındır. Maşında heç bir problem yoxdur. 2009 ili öz maşınımızdır, öz idarə edədiyimiz. 2 ildir. Aformutdur, etibarnamədir mi? Yox, adımızadır. Öz adınız olan maşın. Bəli, öz adımız. Texniki baxışı, sığortası. Hər bir şey var. Lap yaxşı. 2 il içərisində xərcləriniz nə oldu? 2 il içərisində bu maşını nətər almışıq, elə də qalıb. Onu elə bir oğlanla almışdıq ki, yəni yığıb vermişdi də bizə, yəni bir dənə problem olmamışdı. Maşınımızın mühərriki? Mühərriki öz mühərrikidir. 06 mühərriki olur da? 06, bəli. Yağ azaltması, səsi? Heç bir şey. Bilmədiniz, açılıbdır mı? Xeyr. Korobkası necədir? Korobkası əla, ideal vəziyyətdə. Atma yoxdur ki? Xeyr. Diferdə səs var? Xeyr. O da yaxşı. Altı necə? İdeal vəziyyətdə maşındır. Çürük, pas olmuyor. Heç bir şey. Danqrat yerlərdə salama. Hamısı. Nə gözəl. Peredok necədir? Super vəziyyətdədir, əldən çıxartmışıq. Daş kəsəli yolda səs eləmir? Heç bir şey. Olmasın. Təkərlər yaxşı deyil deyəsən. Təkərlər indi 4-ün təzəliyib verərəm. 4 dənə təzə təkər vurub altına verərəm. Ola bilsin ki, özü dedi ki, özümü alacam, dəyməsin. O heç. Maşınımızın dəyişilənlərini deyək. Maşınımızın dəyişilənlərini bir dənə burada sak kril. Tam dəyişildi sak kril. Sizdən əvvəl? Yox, bizdən əvvəl elə deyirlər. Baxanlar deyir, amma belə öz ustalarımız var, deyir ki, dəyişirilməyir. Təkeyli olsun. Maşınımızın kraskası yəqin ki, tam vurulmuş olar. Hə, maşında problem yoxdur. İndi necə? Kosmetik işi varmı? Yüngül parilovka olunsa daha yaxşı olar. Şüşələrdə qırıq çat yoxdur ki? Heç bir şey. Maşın göz qabağındadır. Düyməlidirmi, əldirmi yan şüşələr? Yox, hamısı əllə qalxır. Əllə qalxırlar, işləyirlər yəqin ki. Bəli. Şitin üstünə çixol çəkmisiniz. Bahalı. Bahalıdır, hə? Qəşəng görsəniz, nədirsə? Start stop. Aha, bax elə əlavə nələr varsa özünüz deyə bilərsiniz. Əlavələr odur ki, yəni bunun göz qabağındadır, nə əlavələr var. Oturacaqlar da yığdırılır. Hamısı yığılmadı. Bir dənə orada nəsə yumru. Bura nəsə tökülüb. Sizdən əvvəl oldu? Hə, bizdən əvvəl oldu. Aparatura sistemi necə? Aparatura sistemi göz qabağındadır. Onun bahalıdırmı yəni? Bəli. Daha kimindəki nə sualı olsa sizdən əlaqə saxlaya bilər yəqin ki. Əlaqə nömrəsini də deyin. 050 559 04 10. Samir. Qiyməti demədik, hə? Qiyməti 7000. Endirim eləsək neçəyə? Endirim odur ki, ustası ilə gəlsən, maşında nə problem çıxsa, hamısı pulundan çıxacaq. Bəlkə elə dedim buna gəlim, 6500 verim, aparım gedim, heç usta gətirməyim. Onu fikirləşərik. Əsas odur ki, əlaqə saxlasın. Hara gəlsin? Mənim maşımda o qədər Ağdama. Uğurlar arzu eləyirəm. Çox sağ olun, var olasınız, çəkdiyiniz əziyyətə görə. Təşəkkürlər, sağ olun. Qardaş, xeyirli olsun. Sağ olun, Allah razı olsun. 011-dir yoxsa 01-dir? 01-dir. Buyurun, məlumat verin bilək, necə maşın? Biri 74 dəmi. 74. Bəli. Korobka 4-dür, motor 011-dir. Öz motorudur, sənəd sübutu yerində, teksimat sığorta yerində. Nə vaxtdan sizdədir maşın? Maşın 2 ildir bizdədir. Sənədi aformut etibarnamə? Aformutdur birbaşa. Öz adınız olan maşın? Bəli. Texniki baxışı, sığortası? Hələ ki 7 ay var ikisində. Alandan sonra xərcləriniz nə olubdu maşınımıza? Alandan sonra akkumulyator almışam, 2 təkər almışam. Motorunu yığdırmamısınız? Xeyr. Motor nədir bunlardan? 011. Dəyişilibdirmi, yoxsa sənəddə olan motordurmu? Sənəddə olan motordur, sənəd düzdür. Necədir motorun vəziyyəti? Əla. Yağ azaltmadır, səsdir? Xeyr. Motoru yaxşı. Korobkası? Korobka 4 dənə atır. 400 korusdular? Düzəltmək olarmı, yoxsa? Bəli, düzəldərik. Alan adam, ciddi şəxslər, yəni kim alsa, korobkam da var, yəni 4 istəsə onu ataram üstündən, istəsə. Diferdə səs yoxdur? Xeyr. Altı necədir, Polo? 6 qəşəng. Yəqin ki, dəyişilmiş orada 74-dən indiyə. 78. 78? Hə, 78. Danqrat yerləri var? Hə, var, bəli. Peredokda səs-küy necə? Əla, pedagog yaxşıdır. Təkərlər də hamısı eynidir, yoxsa fərqlidirlər? İşlətmək olar da maşınıza görə yaxşıdır. Bəli. Maşınımızın 70-78 deyildik, eləmi? Bəli. 78-dən qalanları nə qalıbdır? Qapı, krel, kapot? Elə hamısı özününkidir demək olar ki.
Bir dənə kraska yeyirik də, belə deyim. Aha. Hazırda kosmetik işləri var. Xeyr, Maşınımızın şüşələri, qırığı, çatı xeyr. yoxdur ki. Yox, yox. İşte o yüngül çatlı var. çatlar var, Hə, yüngül çatlardır. Salonları hə, biraz xətt çəkilməlidir. Oturacaqlar da ki, necə? Çöküntüsü yoxdur elə bilir. Xeyr, xeyr. Cırığı da Normal. yox. Normaldır da maşınımız. Əsas Bəli. qiymətidir. Qiyməti 2400-ə deyirəm. 2400-ə deyirsiniz. Bəli. 2000-ə verəkmi bunu? 400 endirim. Yox, oradan 200 ataram da. 2200. 2200-ə verək. Bəli. Valla bunu saxlayanlar kimdirsə halal olsun ki, 78-dən indiyə bu maşını saxlayıb gətirib bu günə çıxarıblar. Çox sağ ol. Əlaqə nömrəsini deyin. 050 664 64 17. Hansı rayondasınız? İmişli rayon. Hə, İmişlidən çoxdur bizim izləyicilər. Buradan da hamısına salam göndəririk. Çox sağ ol. Allah razı olsun. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol. Siz də sağ olun. Xeyir olsun qardaş. Sağ olun, xoş gəlmisiniz. Təşəkkürlər. Daewoo Nexia. Bəli, bəli. İli 2011. Hə, buyur, məlumat 1.5 verin. motor karavka çiçək kimidir, ideal vəziyyətdədir. Nə vaxtdan sizinkidir? Məndə hardasa bir ay var. İli neçə idi maşınımızın? 2011. Kondisionerli. Kondisioneri də var. Bəli. Bir aydır maşın sizdədir. Bəli. Sənədlərini deyək də. Sənədlər hamısı qaydasındadır. Texs motor, sığorta, Davernus. Etibarnamə ilə. Bəli, bəli. Vaxtına varmı etibarnamə? Var. Alandan sonra xərcləriniz nə düzəltdiniz? Yağın zadını dəyişmişəm, təkər dəyişmişəm. Belə. Gözəllik işləri. Bəli. Mühərrikdə 1.5-li benzindir. 1.5 benzində problemi yoxdur. Barterdə mümkündür. Baxır təkliflərə də. Yağ azaltmadır, səsdir. Yox, qəti heç. Yəqin ki, yığılmış olar motor. Yox, motor bilmirəm, yalançı olaram. Hə, sizdən əvvəldən Hə, xəbəriniz yox. məndə yığılmır. Korobkası necə? Karavka çiçək kimidir, motor Beş olur çiçək hə kimidir. bunlarda? Karavka 5-dir, bəli. Atma səs yoxdur. Atma heç nə, səs, qram. Ön bir qram. çəkir, Bəli, ön çəkir bunlar. qranatlar. Qəşəngdir. Ümumilikdə periodokda yoxdur ki, problem. Periodokda səs yoxdur. Bunlarda da ekran falan olmuş ki, belə şeylər. 09 Yox. sistemindəki kimi. Maşınımızın təkərləri Təzə. Təkərləri yaxşı. Təzə. 4-ü də eynidir. 4-ü də eynidir, təzə təkər alınmışam altına. Altında zədə yoxdur, polunda. Kapli, çürük, pas, heç nə yoxdur. Olmasın. Dəyişilənlər, qapı, krel, kapot, Yox, zavodskoy maşındır. kraska vurulmuş olur, hə? Kaska vurulub, bəli. Kosmetik işi yoxdur hazırda. Elə-belə yüngülvarı bir-iki dənə deyib bu yerindədir, qabaqda belə. O da gözəlləşdirmək üçün, hə? Hə, başqa elə problem yoxdur. Ön ağacı şüşəsində çatlar var amma. Çatı var, bəli. Qabaq görüntü kamerası var, arxa görüntü kamerası var. Pioner maqnitfondur, kolonkalardır. Hə, video qeydiyyat sistemi var. Bəli. Şitin üstü yaxşıdır, Yaxşı, eləmi? yaxşı. Qırıq çat yoxdur. Yox. Yan aynalar əldən qalxır. Oturacaqlar çıxolludur. Bəli. Kondisioner də deyirsiniz var Kondisioneri var, maşınınızda. İşləyirmi yaxşı? Kondisioner remeyini qırılıb, amma alan adama dəyişib verə bilərəm, problem yoxdur. Əsas qiymətidir maşınınızın. Qiyməti 5000. 5000-ə deyirsiniz, endirim də eləyəsiniz. Cüzi endirim eləyərəm. Cüzi dənə 4500. Yox, O qədər yox hə. yox. Barteri hansı maşınlardan Barter 07, 06. Baxır təklifə də, indi WhatsApp-da atsalar, Pul almaqmı, pul verməkmi? yox, elə başa-baş. Başa-baş dəyişmək istəyirsiniz. Əlaqə nömrəsini deyin. 051 922 99 09. Hansı rayondasınız? Bərdədə. Uğurlar arzu edirəm. Çox sağ olun, var olun. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Sağ ol qardaş, çox sağ ol. 04 maşını. Bəli. İzləyicilər də istəyirdilər, elə tapdıq bir dənəsini. Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2006-dır. Qiymət 7300 manata deyirəm. Təkərlər təzədir. Maşın bütöv kosmetika olunub. Salondur. Yəni cırığı söküyü heç nəyə yox. Neçə müddətli maşın sizdədir? Maşın il yarımdır məndədir. Sənədi aformutdurmu, Xeyr, etibarnamədirmi? elə qonşumdur. Qonşumdan ildə bir dəfə gedirəm, bir davernus götürürəm. İndi bir illik birində ala biləcəyikmi? Bəli. Satdığımız adama. Bəli, problem yox. Texniki baxışı, sığortası Texniki baxışı, sığortası hamısı 26-sı olmuşdu ayın. ötən ayında, aprel ayında. Aprelin 26-sı da. Bu gün ayın neçəsidir? Bu gün 8-idir. Hə, 26-sı hamısı olunur. Maşınımıza xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Maşının motor koysalanıbdır, təkər alınıb vurulub altına. Bütöv çöldən çölə kraskalanıb. Bir sözlə bütün hər bir şey əlimizdən keçib də maşındır. Yəni Motoru tam yığdırmamısınız? Yox, koysalanıbdır. Motorda yağ yemə var idi, azmaz. Ona görə bir dənə koysabat elətdirdim. İndi hazırda yağ azaltmadır, səsdir. Yox, heç nə. Diferdə səs yox, korobka 5. Korobkada tullamaq yoxdur. Korobkada yoxdur ki, heç nə problem. Xeyr. Diferdə də səs yox. Diferdə də heç səs yoxdur.
Altı necədir maşınınızın? Altı Polo, qəşəng, super. çürüyü, pası. Xeyr, xeyr. Heç olmayıb da əvvəldə, yoxsa? Yox, bəlkə də məndən qabaq olub, amma mən elə bir altına əl vurmamışam. Belə çölün bir dənə kosmetik elə. Danqrat yerləri varmı? Bəli, bəli. Öndə vəziyyət necədir Peredokda? Super. 4 şaraboyun 4-ü də dəyişir. Bütün tiaqalar dəyişir, perodok yığılıb. Səs-küy yoxdur. Xeyr, xeyr. Təkərlər necədir? Təkərləri 300 kilometr yol sürüb gedir. Təkərlər təzədir, yaxşıdır. Təkərlər təzədir. Qapı, krel, kapot. 2 dənə krilo dəyişibdir. Önlər mi yoxsa? Qabaq 2 dənə krilolar dəyişib. Çürümək var idimi, bilmədiniz, yoxsa nədən olub? Çürümə yəqin olar ki, olardı. Sizdən Çünki əvvəldir. maşında udar yoxdur. Yəni maşında Kosmetik işi yoxdur. kosmetik yox, xeyr. Bütün hamısı kosmetik olunur. Şüşələrdə qırıq çat. Xeyr, hamısı 2006-dır. Özününkilər Bəli, deyil. bəli. Əllə qalxırlar. Yan aynalar əllə mi qalxır deyirəm? Hamısı əllə, prostoy ruçkalar. Şitin üstündə bir yerdə çat var. Hə, bir dənə burada çat var. Oturacaqlarda zədə yoxdur. Xeyr, xeyr. Maşınımız normal maşındır. Bəli. Üstündəki bagajı yoxdur ki hazırda. Xeyr, xeyr, yox. Qiymətdəki neçə dedik? Qiymət 7300 manat deyirəm. Deyirsiniz. Bəli. 6800 manat sayan olsa nə deyək? Təklif eləyirik ya, bizimki təklifdir. Razılaşarıq bəlkə də. Əsas o əlaqə Əsas saxlasınlar. ölçü əlaqə saxla. Nömrəni deyin onda. 050 704 94 42. Hansı rayondasınız? Bərdə rayonu. Uğurlar qardaşım. Çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Maşınımız Mercedes C-Class. Düzdürmü? Çeşka deyirik. biz buna. Çeşka bəli. Maşınımıza hazırda baxanlar da var. Almaq istəyirlər. Buyurun, məlumat verin. Həm onlar bilsin, həm izləyicilər bilsin ki, necə maşındır. 99-cu ildir, 2 motordur. Yəni kraskaya ehtiyac var, amma yəni hər xadovoy qəşəkdir. Heç Nə bir vaxt- problemi yoxdur. Nə vaxtdan sizinkidir bu maşın? Il yarım 2 il olar məndədir. Sənəd aformutdurmu, Öz etibarnamədirmi? adımadır. Öz adınızadır. Texniki baxışı, sığortası. Hər şey var. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Vallahi elə bir şey düzəltdirməmişəm mən. Elə alandan sürürəm. Mühərrik dediniz neçədir? 2 motordur, 2. Benzindir. Benzin bəli. Sadədirmi yoxsa bunlar? Sadə motor. 111 motordur. 300 min, 370 min göstərir. Nə qədər doğrudur da onu bilmirik. Da elə olar da. Yəni orijinal olar. Motor bilmədiniz, açılıbdırmı, Yo, yığılıbdırmı? açılmıyor. Yağ azaltması nə qədər? Azaltmır. Səs necə? Səs qəşəkdir. Xoddiya bilərik də, baxasan. Korobkası avtomat korobka? Bəli, avtomat. Vurma, gecikmə. Yo, heç nə yoxdur. Diferdə vəziyyət necə? Diferdə qəşək, səs yox. Heç nə yoxdur. Altına baxmamısınız, zədə yoxdur altında, polunda. Yox, vurğu olmayıb bu maşının. Deyirəm altı arası dəyib zədələnə Yo, heç nə dəmir. olmasın. Öndə, Peredokda. Vallahi Səsi küyü yoxdur Yox, ki. Daş yoxdur. kəsəkli yolda sürürsünüz heç? ha, sürürəm də. Səs Elə yoxdur. bütün yollar daş kəsəkdir da. Təkərlər də ki, Normal da, yəni Hələ sürmək işlətmək olar. olar. Hə, sürmək olar. Qışa Də- kimi sürmək olar. dəyişilən varmı? Qapı, krel, kapot, Heç nə dəyişmir. Hər kraska şey- vurulmuş olar amma. Kraska vurulub bəli. İndi hazırda da kraskalansa daha qəşəng Ehtiyac olar. var. Ehtiyac var da kraskalansa qəşəng olar. Luka çıxdı yəqin ki, yaxşı işləyir. İşləyir ha, işləyir. Maşınının şüşələrində yoxdur qırıq çat. Yox, heç nə yoxdur. Güzgülər də qatlamısınız. Əllə mi qatlanır, düymə ilə mi Yox, qatlanır? pnovka ilə də. İçəridən qatlama. İçəridən Aha, qatlanır. Şitin üstü təmiz, Hə. dəri salondur, full yedir də, hə? Bəli. Düymə ilə idarə olunur oturacaqlar. Zeynələr, bəli. Yan aynalar necə? Düymədir mi onlar? da? Hamısı düymədir. Dördü də Dördü də düymə, işləyir. işləyirlər. Hə. Yəni maşınımızdakı əlavə kiminlə sualı olarsa sizlə əlaqə saxlaya bilərik yəqin ki. Bəli. Nömrənizi də deyin, qiymətini. 55 546 55 77. Qiymət nədir? 11300-ə deyirəm. 11300-ə. Endirim nə qədər eləyir? Endirim indi alıcıya olacaqdı, normal endirim olacaqdı. 10500 təklif eləsələr verək. 10500 yox, biraz yuxarı idi. Baxarıq da alıcıya baxır. Əlaqə saxlasın da sizlə. Bəli, Ola bilər ki, əlaqə 10 minə də saxlasın. verərik, eləmi? Yox, 10.000-ə yox. Hansı rayondasınız? Yevlaq. Uğurlar arzu eləyirəm qardaş. Sağ ol, sağ ol. Baxan qardaşlar da hələ də baxır. Deyəsən ciddidir fikirləri. Elə bunlara verəkmi getsin? Görək də. Uğurlar arzu eləyirəm hər birinizə. Sağ ol olun. qardaş, sağ ol, sağ ol. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol. 06 maşınınızı satırsınız. Bəli.
Buyurun, məlumat vereyim bilək necə maşındır maşınımız. Maşın 89-un maşınıdır. 3300-ə satıram. Həm 06-dır da belə göz qabağındadır. Da elə ideal deyil amma belə Qardaş da maşınımızı xodlayıb yoxlayır. hə, baxır. Elə bilən motorun səsi yaxşıdır. Yaxşıdır. Korobka, difer, təkərlərinə kimi təzə, yaxşı vəziyyətdədir. Nə qədər vaxt maşın sizdədir? Hardasa 5 il. Aformutda yəqin ki. Hə. Sənədləri necə? Qaydasında adamsın. Lap yaxşı. Demək olar ki, xatirələrini satırsan, eləmi? Əşya, maşından nə xatirə. Prosta maşındır da satırıq. 5 ilin maşınıdır da indi. Alana da satana da Allah xeyir versin. Amin, amin. Motoru nə zaman yığdırmısınız? Motorunu yığdırmamışam, Nolus motorudur. Necədir? Hazırda Yaxşıdır, vəziyyət? yaxşı vəziyyətdədir. Yağ azaltma varmı? Yox, yox. Səsində keçdi. Hə, səsi də ki yaxşıdır. Korobkası nədir? 4. Atması, nəsə problemi yox. Yox, yox, heç bir şey yoxdur. Difer necə? Səs eləmir ki? Eləmir, yox. 6. Polo. Yaxşı vəziyyətdədir. Çürüyü, pası. Yox, çürüyü yoxdur. Danqrat yerləri varmı? Hə, var, hamısı var. Öndə vəziyyət necədir? Peredokda. Peredok yaxşıdır. Prosta bir dənə rolavoy yığılmalıdır, amma belə bir 100 manat xərc çəkilməlidir rolavoyla belə. Səs eləyirəm yoxsa? Nədir Yox, səs problem? eləmir. Ağırlıq varmı? Hə, ağırlıq var. Təkərlər təzədir, hə? Yaxşı. Hə, təkərlər. təzədir, təkərlər təzə Təkərlər almışam. yaxşı. Qalanı soruşaq mı? Dəyişiləni mi soruşaq? Detallardan, qapı, krel, kapot, Deyir, sağ tərəf dəyişilib. krel dəyişilib. Hə, dəyişilibdir. Sizdən əvvəlmi yoxsa siz eləmisiniz? Yox, məndə dəyişilib, özüm dəyişmişəm. Sizdən əvvəlkilərdən xəbəriniz yoxdur? Yox, yoxdur. Kraskadakı Kraskanı normaldır. təzə kraskalatmışam. Hə, normaldır kraskası. Şüşələrdə qırıq çatı yoxdur ki. Yox, yox, heç birində yoxdur. Əllə qalxır yəqin ki, yan Hə, aynalar. hamısı qalxır, yenir. Aha. Şitdə yoxdur zədə. Şitdə yox, 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 yox. Şitdə yaxşı. Yox. Oturacaqlarda bir dənə sürücü tərəfdə elə biləm. Çöküntü varmı? Bu şofer tərəfdə də var çöküntü, onu düzəltdirmək olur. Bir də o birisi tərəf üstün çıxılı, hə, yeyilibdi, onu dəyişmək lazımdır. Bir də normal maşındır, qiymətini də dedik neçə? 3300. Aparatura demədik, yoxdur ki elə. Yoxdur, yox, amma 4 kolonkası, bir pioner maqnitofonu var. Yaxşıdırmı səsi? Hə, hə, oxuyur, pis oxumur. Yaxşı. 3300-ə deyirik. Endirim nə qədər eləyək? 3-dən aşağı düşmür olar? 3-3-dən aşağı. Aha. Yox da 3000-dən aşağı. Yox, 3000. yox, yox, yox. Son fikir 3000. Hə, Son fikirdəki 3000. Maşınınız da Bərdədədir. Elə? hə. Əlaqə nömrəsini deyin. 050 602 1262. Allah xeyir versin. Sağ ol. Sağ Allah ol qardaş. razı olsun. Sağ ol. Xeyirli olsun qardaşım. Sağ olasın. 015 maşını satırsınız. Aha. Buyurun məlumat verin bilək necə 2005-ci maşındır. ilindir qaqa. Detallar hamısı özünündür. Tam zavodskoy maşındır. Üstündə orijinal kolonkaları, maqnitofonu. Yəni salon gördüyü kimi tərtəmiz, çək kimi dayanır hər şey maşın. 6000 nə deyirik? Real alıcı ilə də endirim olar. Deyirsiniz 2005-in maşınıdır. Aha, 2005-in maşını. Nə qədər vaxt sizdədir? 2 ildir bizdədir maşın. Aformutdurmu, etibarnamədimi? Etibarnamə ilə yaxın adamdır. Yəni vaxtına varmı? Var, var. Dekabr ayına kimi. Dekabr ayına qədər. Texniki baxışı, sığortası. Hamısı dekabr ayına qədər. Bəli. Alandan sonra xərclər olubdu mu maşına? Nəsə düzəlib maşınımızda? Yüngül xəstəlik olur. Maşınımızın mühərriki necədir? Saat kimi. Yığılıbdı bilmirsiniz yoxsa mühərriki? Yox, bir dəfə qalovka prokladka dəyişilibdi maşına vəssalam. O da çürümüşdü deyə. Yağ azaltmadır, səsdir. Yox, heç bir şeydən. Hamısı çək. Korobkası necə? Əla. Atma səs yoxdur. Peredokda vəziyyət. Saat kimi. Pambıq. Qranatlarda səs-küy yoxdur. Yox, yox. Ekranda necə? İş olub? Ekranda normaldır. İş olub da amma İş eləmi? olub da amma normal. Yüngül, səliqəlidir. Yüngül iş olub deyir amma yaxşıdır. Təkərlər Qaydasındadır. normaldır. Hələ Bəli. işlətmək olar. Bəli, Qardaşımız özü gəldi, maşının sahibi. Altı necə? Zədə varmı altında? Polunda. Hamısı qaydasındadır. Çürük pası yoxdur ki. Heç nə yox. Bugünkü günü heç bir xərc tələb eləmir. Dəyişilənlər hansılardır? Qapı, krel, kapot. Hamısı özünkidir. Dəyişiləni yoxdur. Yox. Kraskama tam vurulub. Bəli. Ön alın şüşəsində də iki yerindədir qırığı yoxsa? Xırda çatdı, xırdadır. Xırda çatları var. Qıraqlardandır yəni. O birləri salamatdır. Yan aynalar düymə iləndir mənimlə. Bəli, bəli, bəli. Önlər yəqin ki. Bəli, bəli. Şitin üstündə nədir? Çatlar var. Hə, şitin üstündə çatlar var. Oturacaqlar yaxşıdır. Beləcə maşınımız
aparaturası varmı yoxsa sadədirlər? Sadə kolonkalardır. Sadə kolonka, sadə mantifon. Maşınımızın qiymətini də deyirsiniz? 6000. 6000-ə deyirsiniz. Endirim Yüngül, eləsə yüngül endirim olacaq. 5-5-ə verək. Yo, yo, yo. O qiymət yox. qiymətə vermir. 58 dənə sondur. Hansı rayondasınız? Mingəçevirdə. Əlaqə nömrəsini deyin də. 070 302 37 27. Allah xeyir versin qardaş. Sağ ol, var ol, hörmətli ol. Siz də. Xeyirli olsun qardaş. Çox sağ ol. Maşınımız Mercedes Bəli. Y-Class. Bəli. 4 göz deyir yel arasında. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın 2001-ci ildir, 2.7 dizeldir. Yəni ekonom maşındır. Yəni sürənlər bilir ki, yəni bu maşın yəni koza özüdür. Maşın yəni 1 ildir bizdədir. Nə qədərdir? 1 ildir bizdədir. Yəni Bir il. bəli. Heç bir problem yoxdur. Qiymət 13 mindir. Qiymətdə razılaşma olar. Yəni ancaq maşına baxdıqdan sonra yəni ailə maşındır, otursun maşındır yəni bir sözlə. Sənəd aformutdurmu, etibarnamədirmi? Yox, general da vermişdi. Vaxtdan varmı yəni? Onu Bəli, bilmək bəli var. istəyirik. Hələ ki var. 10 ay var daha. Texniki baxışı, sığortası, Bəli, hər biri var. sənədlər qaydasında. Bəli, bəli. Alandan sonra çəkilən xərclər nə olubdur? Nə düzəltdirilib? Heç bir xərc qoyulmuyor çünki yəni xərc tələb etmir deyil, xərc qoyulur. Ancaq yəni yanacağını tökü sürmüşdür. Yəni, xərc Mərkin tələb etmir. kubu dedin neçədir? 2.7. 2.7 dizel Bəli. mühərrikdir. Bəli, bəli. 460 min səhv eləmirəmsə göstərir. Bəli, 463 min. Yəni orijinal proyektdir. Yəni bu Bakıya sürən maşın deyil. Yəni bildiyiniz ailə maşını olubdur. Yəni, Mühərrik bilmirsiniz, yığılmış olar da yəqin ki o proyektə görə. Hazırda vəziyyət necədir? Yağ azaltmadır, səsdir. yox, heç bir problem yoxdur. Yəni yağ azaltması olsun, heç bir. Yəni yanacağı işlətməzlər, hər bir şey qaydasındadır. Sərfiyyatını bilmirsən, nə qədər yandırır? 100-ə neçə litrdir? Səhifəti 100 alırsa, Danışdadır desən dəqiq bilmirsən, hə? çox sürmür ki. Kondisioner necə işləyirmi? Kondisioner qəşəng buz kimi vurur. Kondisioner ayrı, peç ayrı. Korobkası avtomat korobka. Bəli, bəli. Gecikməsi, vurması. Yox, keçmə, vurma, heç bir yox, heç problem yox. Diferdə səs yoxdur. Xeyr, heç bir səs yox. Yəni, Altı necədir? Polunda zədə yoxdur, çürüyü, pası. Yox, çürük, pat, heç bir şey yoxdur. Yəni baxıb almışdı, yəni heç bir şey yoxdur. Öndə vəziyyət necədir? Peredokda. Səs-küy yoxdur ki. Yox, heç Daş bir şey kəsərli yolda. Yox, heç bir şey. Nə önündə, nə arxada, yəni. Təkərlər elə biləm zəifdir. Təkərlər hə ola bilsin zəifdir. Yəni o adam indi bir müddət sürə bilər, bir müddətdən sonra dəyişməlidir. Qapı, krel, kapot nəsə dəyişilibdimi? Yox, heç bir şey. Ancaq hər şey zavod. Zavod nə qoysa o deyil. Heç bir detal dəyişməyib. Kraska vurulmuş olar yəqin ki, ilinə Kraska görə. bizdən qabaq ola bilsin ki, vurulub, onu deyə bilmərəm. Kosmetik işləri yoxdur ki, kraskada zədə var, yoxsa yoxdur? Yox, yox, yəni bizdən qabaq heç nə olmur. Yəni Şüşələr yaxşıdırmı? Şüşələrdə qırıq-çatı yoxdur elə bilirəm. yox, heç bir yoxdur, salamat hamısı. Full salon gedir yəqin ki, dəridirlər. Full deyəndə tam full yox, yəni belə yəni dəri salondur. Luk da Yəni yoxdur, aha. hə, luk da yoxdur, hə. Şitin üstü təmiz, oturacaqlar yaxşıdır. Hə, yəni Yarı düymə ilə idarə olunur hətta oturacaqlar. Yan Bəli, aynalar da düymə iləndir, eləmi? bəli, bəli. Əlavə edək kimin sualı olsa zəng vura bilər. Sağ olun. Əlaqə nömrəsini də deyin. 55 457 37 85. Hansı rayondur? Yevlax rayonu. Qiymət də dedik 13 min. Bəli, bəli. Endirim eləsək neçə? İndirim ancaq maşına baxıldıqdan sonra, yəni belə yəni zəng edib qiymət deməyəcəm, öldürək saat belə yox. Ancaq maşının yanında. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun. Allah xeyir versin qardaş. Sağ ol qardaş, sağ ol, çox sağ ol. Sizdə də 015 maşın. Bəli qardaş, bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? Yaxşı maşındır qardaş. Dəyişən detal yoxdur, 2008 zavoddur. Aynalarına qədər özünkidir. Vuruğu darı olmuyor. Təkəri təzə, akkumulyator təzə, motoru yaxşı. Sizdə nə vaxtdandır? Bizdə deyəndə ki, bizim bir yaxın yoldaş var, 2021-dən ondadır. 2008 qardaş. 7 yarıma. İstəyən qardaşlar da var. Bəli. Hə, siz nə vaxt götürmüsünüz əsas? Biz bir 10 gündür qardaş götürən. Çörəyinə işləyirsiniz. Bəli qardaş. Bəli. Allah çörəyinizi yesin. Sağ ol qardaş. Əsas odur məlumatlar düzgün olsun. Bəli, bəli, inşallah. Yəqin ki, etibarnamədir. Etibar əmədi bəli, 1 illikdir. Bir illik verə bilərsiniz. Texniki baxışı, sığortası. Var, texniki baxışına 3 ay var, sığortası da yanvar ayının 3 olub. Alandan sonra xərcləriniz nə oldu? Nəsə düzəltdirdinizmi? Bəli, motorunda bir balaca proxetkasında problem yaranmışdı, onu düzəltdik, aradan qaldırdıq. Tam yığılmayıb motoru, bilirsiniz? Yox, tam yığılmıyıb motor, yaxşı, idealdır motor. Elə bir sürülməyib də.
ikinci maşın kimi istifadə olunub. Yağ azaltmadır, səsdir. Yoxdur qardaş, heç nə. Qranatları təzə, karafkasında yaxşıdır, təzədir. Korobkada atma yoxdur ki? Yoxdur, yox. Akkumulatoru təzə. Təkərləri altın təzə, yeni. Peridoku dediniz eləmi? Bəli, bəli, yığılıb Səs peridok. küçüyü yoxdur. Heç nə yoxdur qardaş. Ekran dedik. Tərtəmiz qardaş. Əl vurulmuyor. Yox, yox, vurulmuyor. Kurullar açılmayıb hətta. Təkərlər təzədir. Bəli, təzə, 4 dənə. Altında zədə yoxdur, poldan. Yox, yox, heç nə yoxdur qardaş. Çürüyü, çarğı heç nə yoxdur. Dəyişilən detal. Yoxdur qardaş, yoxdur. Bir dənə nəyin kapotun burnu maşına toxunub düzəlib. Öz kapotudur, germetikal zaddır. Hamısı zavodunkilər. Bəli, Kraskada tam vurulubdumu? Yox, krişadan aşağı, krişasında bez kaskad. Çöldən bir dənə asfalt olunub, cızığa-mızığa görə. Hazırda yoxdur kosmetik işi. Yox, yoxdur, yox. Şüşələrdə qırıq, çat. Heç nə yoxdur qardaş. Zavod özünün 2008 aynalarıdır. Çat görürəm bir Şüşələri. dənə balaca. Çırtdaq. Şutqa altına var. Çırtdaqdır, bilinmir heç o da. Bilinmir ha. Yan aynalar düymədir. Bəli, əllə bəli. qalxır? Qabaqlar düymədir, arxalar əldən. Şitin üstündə zədə yoxdur. Zədə yoxdur, bir balaca orada elə bir ki, rəngi solan nə Bozarma var, hə? Bozarma var, bəli. Oturacaqları klyonkalamışsınız, amma deyirsiniz altında zədə yox. Yox, zədə yoxdur. Burası batmasın deyə eləmişik onu. Əlavə də ki, kim məlumat almaq istəsə, sizlə əlaqə saxlaya bilər. 051 786 96 02. Qiyməti neçə idi? 7500 manat qardaş. 2008 zavod. Endirim eləsək neçə düşəcək? 1200 manat mı olar inşallah. 7-nin özünə verməyək. 7 min. 7200 manat Allah satmamışıq. Səhərdən 3-4 nəfər istəyir. Yəni ziyan eləyirsiniz mehri satanda. Yox, ziyan eləmirik. İndi yəni sən uzaq yol gəlmişik də. Hansı rayondan gəlmisiniz? Balakəndən qardaş. Hə, uğurlar arzu eləyirəm Çox sağ qardaşım. olun, İnşallah çox bu sağ gün satıb gedərsiniz. Çox sağ ol, Allah razı olsun. Siz də sağ olun. İnşallah. Qardaş xeyirli olsun. Sağ ol qardaş. Maşınınız Volga. Volga 3102. Buyurun məlumat verin bilək necə maşındır? Qaşən maşındır, super maşındır, əsl ailə maşındır. 30 sür. İli neçədir maşın? 98. Bez problemsiz. Sizdə nə vaxtdandır? 10 gündür. Yəni tanıdığımız adamdan almışıq. Yəni Alıb satırsınızmı yoxsa? Yox, özümüz üçün almışıq. Prosta pulla ehtiyac satıram. Hə, tez satdınız ona görə deyirəm. Annem də pulla ehtiyac olduğunu satdım. Birdən ziyana gedər, onda nətər? Olsun da. 200-300. Alandan sonra xərcləriniz oldumu? Alandan sonra 700 manat xərcləmişəm. Nə düzəltdirdiniz siz? Nə maqnitofon qoymuşam, təkər qoymuşam, siqnal, yağını dəyişmişəm, nə bilim hər şey. Ay maşallah. Hər şey eləmişəm. Mühərrik nədir bunlarda? ZMZ 2-4 olur da. 2-4 hə, ZMZ motor 406. Bilmədiniz nə zaman yığılıbdı? Motor əl dəyilməyib. Yağ azaltmadır, səsdir. Qramda. Motorda nə səs var, nə yağ azaltma var, heç nə, nə mostdan. Ümumiyyətcə 10 günə problemlərini bilmək olur maşının. Niyə olmur? Korobkası, Çəkmir. Tullaması heç nə atma yox. falan yox Heç ki. nə, heç nə. Diferdə səs. Heç nə. Bez problem. Altı necədir? Polo. Altı üstündən də təmizdir. Zədə yoxdur. Yox, yox. Çürük, pas heç olmuyor. Bu mümkün deyil. Altında yəni qram nədir, pas yoxdur. Nə də çürük Bunlarda var. danqrat yerləri halqa oldu da nəsə. Hə, halqa olur. Dururmu? Hamısı yerindədir, hamısı yerindədir. Peredokda səsi necə? 1 qram da yoxdur. Arxada resordu bunlarda Hə, yoxsa? sonra amortizator. Hə, qəşəng. Qabaqdakı səs-küy yox. Heç nə yoxdur. 30 sür maşındır. Mənim təkərləri təzə almışam. 4-ü də eynidir. Hə, 4-ü də eynidir. Qapı, krel, kapot Hamısı dəyişən. özününkidir. Heç biri dəyişmir. Heç biri. Kraska vurulmuş olar da. Amma kraskada yox, 98-in maşını uzbaq kraskalanıbdır. Mən belə adam oldu deyildi vurulmuyor. Yox, yox, kraska deyib. Yanından nə alladım zaman? Şüşələri. Şüşələri özününkidir. Çat varmı yoxsa? Yox, yox, heç nə yox. Ləkədir nədir burada görünür? Şeyin ləkəsidir bu. Şüşəsindən o qədər işləyib ki, quru. Şitin üstü təmiz. Hə, tərtəmiz. Yan aynalar düymədirmi yoxsa əllə? Kunovka ilə düymə. Önlər yəqin ki. Hə, qabaqla dallar yox. Oturacaqlar da şiti yaxşı dedik. Oturacaqlar da yığılıb sidenələr hamısı Hə, yerində. qəşəng. Maşınımız yaxşı maşındır. Əsas qiymətidir də, qiymətini bilək. Qiyməti qardaş, alan olsa 6500-ə deyirəm, alan olsa razılaşarıq. 6-ya vermək olar. Bəlkə də vermək olar. Əsas o da əlaqə saxlasın. Əsas odur ki, əlaqə saxlasın. Əlaqə nömrəsini xatırladın. 051 949 17 27. Hansı rayondasınız? Mingəçevir şəhəri. Uğurlar arzu eləyirəm. Sağ ol qardaş, çox. Adım da Şamildir. Buyurub zəng eləyə bilərsən. Uğurlar Şamil qardaş. Sağ ol, çox sağ ol qardaş. Allah'ın çörəyin getsin. Amin inşallah. Qardaş Allah xeyir versin. Çox sağ olun, çox sağ olun. 190 Mercedes. Bəli, bəli. Mən maşın tərifləməkdən xoşum gəlmir, amma sizin maşın deyəsən yaxşı maşındır. Çox sağ olun, yəqin ki. Hə, buyurun, siz özünüz məlumat verəsiniz, izləyicilər də bilə. Maşınımızın qardaş ili 1990-cı ildir, 2 motordur, avtomat korobkadır. Yəni bugünkü günü yəni heç bir xərc tələb eləmir. Yəni otursur maşın.
Heç problemsiz. Mən həmişə soruşuram ki, benzindir, dizeldir. Benzin. Amma 190-larda dizellə qarşılaşmamışam. Olur? Dizel olur, bəli, məndə çox olur. Yekəsən satmışam dizeli. Yəni yaxşıları olur. Biraz dizelin yaxşıları biraz az olur deyin, tek-tük olur deyin. Ona görə hər saat alıb satmıram. Nə qədər vaxtdır maşın sizdədir? Bu maşın əvvəli mən də olubdu. Mən alıb satmışdım bunu. Təzən yenidən qaytarıb özümə qismət olub. Siz elə bil ki, alıb satansınız da çörəyinə işləyirsiniz. Bəli, alıb Hə, nə gözəl. Allah çörəyinizi yetirsin. Bizdə əsas odur ki, düzgün məlumat olsun. Hə, yox, halallıq yəni, qardaş. Fərqi yoxdur. İstər özü satan olsun, istəyirsən alıb satan. Adam olsun. çörək qazandığı yerdə niyə dansın ki, qardaş? Al ver elən buradan əvvəl ki. Maşınımız özü sağlam olsun. Problemi varsa onu gərək düz deyək. 100%. Ya indi mən bir şey də deyim də, indi çox adam deyir, ay nə bilim alverçi belə, vallahi maşın yaxşı alverçi olur. Çünki bura bizim dolanışıq yerimizdə elə deyil. Məsələn, mən heç vaxt problemli maşın satmaram baxın. Çünki sabah yox insana mən üz-üzə gəlirlər. Bu mənim çörək yerim. Əsas odur mən ki, bir adam alladaram. 200 nəfər ala bilərsən ki, problem yox. Düzdür. Maşınımızın mühərriki deyirsiniz 2 motordur. 2 motordur, yaxşıdırmı? Yağızlaşması, səsi. Yəsi əlaqəm var, yəni münasibətdə olduğum adam, yəni salam əleykumuz olan adamdır. O mənə deyir ki, keçən yığdırıbdı. Bu da göstərdim, dedilər həqiqətən də, yəni motor yəni öz motorudur da, yəni sənəddən olan motor. Bəli, Laformutdur. Allah yaxşı. Sənədlərin heç soruşmadıq. Necədir sənədləri? Sənədlər hamısı sənədlər birlik, hamısı birlikdə. Özüm etmişəm, birlik. Aha. Maşınımızın korobkası nədir? Avtomatdır, yəni besva, gecməyə, heç nə yoxdur. Gecmə, vurma yoxdur. Diferdə vəziyyət necədir? Qəşəng yox. Yəni elə problemlər olsa, mən belə maşın bazara gətirmərəm. Yəni o problemlər yoxdur deyə. Yox, indi elə adam oldu düzəltdirə bilmir deyir, bu problemi də var bu maşının. Yox, bizdə yəni tam hazır. Altında zədə yoxdur. Yox, çürük var. Burada da belə pis kim alası olsa aparar yamada, geri baltan baxıb. Heç olmayıb da yəqin ki. Yox, yəni çürük yoxdur. Köhnə maşınların biraz dəmirləri salamat olur. Yox, bunların dəmiri keyfiyyətli olur. Peredokda səs-küy yoxdur. Yox, indi mən tam deməyim də, yəni idealdır. Yox, indi işləmiş maşındır. Ola bilər ki, hansılar rezin sistemlərində belə. Amma yəni şaravoy, tiaqamız yoxlamışıq, amma problemsiz. Təkərlərdəki hələ ki işlətmək olar, elə biləm. Yox, təkərlərim zəifdir. Amma yəni yaya yola verər. Dəyişəni bilmədiniz? Yox, dəyişən udarlıq yoxdur, ümumiyyətlə. Qapı, krel, qapı. Yox, udarlıq qətiyyən yoxdur, yəni 100% yox. Kraska amma tam vurulmuş olar. Bu hə özüm rəhləmişəm, kraska sosam öyrənəndə özüm rəhləmişəm. Hə, özünüz kosmetikologsunuz. Bəli. Nə gözəl. Özüm rəhləmişəm, heç palokka da eləməmişəm ki, yəni. Şüşələr necə? Bunda əllə ruşka ilədir, yox, deyə bax, çatıda da heç bir şey yoxdur. Baxa bilərsiniz. Yan şüşələr knopka ilə idarə olunur, yəni sağa, sola hamısı knopka ilə. Ondan sonra belə təmiz. Qoca salondur, cırığı yox, söküyü yox, yəni belə. Bu zavoddan gəlmə dəridirmi, yoxsa sonradan çəkilir? Bəli, Zavadskoy. O vaxtın fullarıdır da bu. Luku da var hətta. Hə, Zavadskoyda maşının öz rənginə uyğun gəlib də bu belə. Qəşəng. Kondisioner yoxdur amma? Yox, kondisioner yox. Lük var. Lükdə işləyir. Belə də maşınımız mükəmməl maşındır. Yəni istəyən olarsa qiyməti 6-2-yə deyirəm, aşağı yerlər razılaşma yolu ilə. 6-2. 5-8 təklifi gəlsə, 400 manat endirim. Baxar alıcıya. Əsas o da əlaqə saxlasın. Bəli, real alıcı olsa, Bərdə rayonundadır maşın. Sizə də uğurlar arzu edirəm qardaşım. Çox sağ olun, var olun. Allah işinizdə uğurlar etsin. Allah kimin aldı, kimə də Allah xeyir versin. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.